Çıxırsan balkona, qardaş. İdman eləyirsən, evin qabağında istəyir. Tərtəmiz hava, hamıya salam, xoş gördük. Bir dənə evə bax, nə qəşəng evdir. Hörmətli izləyici, hamınızı salamlayıram. İnşallah düşürəm aşağı, gözləyin. Qəşəng mülkdür. 2 mərtəbə, hörmətli izləyicilər. Eşitdiyimə görə mərtəbələr arası beton monolit, giriş qapısı pultla idarə olunan bisetkamız. Burada sanuzeldir. Götürməyə ehtiyac yoxdur. Əsas evimizin fasad görünüşü. Deməli, haradayıq? Maçdağadayıq. 293 nömrəli məktəbin tam yanında. Həyəti, deməli, ən önəmlisi odur ki, qapının ağzına kimi asfaltdır, enli küçədir, işıqlı küçədir. Yəni, bir çox müştərilər gəlir, baxır küçə ensiz, asfalt olmayan. Evdəki öz sözünü deyir. Deməli, evimizin start qiyməti, həyətimizin işıqlandırması 163.000 manatdır. 293 nömrəli məktəbin yanında yerləşir. Evimizin arxasına buradan keçid var. Böyük ev eşikdir, 230 kvadrat metrdir, bəli. Həm sağdan, həm soldan. İndi oraya ehtiyac yoxdur keçməyə. Seyf qapı. Bu evimiz 1-ci mərtəbədə, 2-ci mərtəbədə isti polla təchiz olunubdur. Kim olsa Allah xeyir versin. Həqiqi evdir, yəni yaxşı evdir, qəşəng evdir. Həm qəşəng evdir, həm də möhkəm tikili evdir. Yəni, baxanda videoda da görürsünüz. Mətbəxini göstərdiniz operator, qonaq otağımız, geniş qonaq otağımızdır. Haradasa bir 8-in 4-ə. 30 kvadrat var da, 30-32. Deməli, 6 otaqlıdır, 2 otağımız aşağıda, 2 otağımız yuxarıda. Bu 1-ci mərtəbənin digər otağıdır. Deməli, hasarla da fikir verirsiniz. Haradasa yalan var. Deməli, 3 sotlu sənətdə. Amma mən baxdım, yəni deyirəm ki, uşaqlara ki, yəni 3 sotdan yuxarıdır. Haradasa 3-3, bax belə. Hasarla da xeyli məsafə var. 2-ci mərtəbəyə qalxan pləkan. Bura kladovkadır. 1-ci mərtəbənin sanuzildir. 163.000, təbii ki, endirim olacaq. Tam mülkiyyət, paket sənəddir. Torpağın da evində sənədi var. Məktəbə yaxın ev istəyənlər buyurur. Yəni, bax, maçlarda sizə qəşəng ev çəkib, göstədirəm bu günlər. Bura 2-ci mərtəbənin sanuzildir, hamam tualet, asma tavanı, qəşəng asma tavanı yığıblar. Sardağa bax, buradan çıxışda var, qapısı xod qoyulub. Yataq otağı, 1-ci. 2-ci yataq otağı. 3-cü yataq otağı. 4 dənə yataq otağı 2-ci mərtəbə. Buradan da eyvana, 2 dənə eyvanımız var. Panorama. Ərazi tam yaşayış. Bəli, oranı da gedək göstərək, oradan da eyvana çıxaq. Və sonuncu yataq, 4-cü yataq otağı. Buradan da çıxaq bir dənə. Çox yaxşı məhəllədir. Özü enlidir küçəsi. Yəni, bu ərazidə belə baxıram ki, hamısı yaşayışlı evlərdir, hamısı bax. Bu prestijli məhəllə sayılır da, belə deyək. Burada elə ev sağdır, solda baxıram, mülklər var ki, köhnədən tikilən mülklərdir. Bu günə bu qədərdir. Gözləyirəm zənginiz 070 858 31 44, sağ olun.